Uşaqlığım çox pis keçib, atam anama həmişə əl qaldırıb və travmalı böyümüşəm. Atam 14 yaşında qonşu oğlu ilə nişanladı məni. Davalarımız olurdu, çox pis günlər yaşadı. Dediyinə görə çox sevirdi məni, amma incidirdi. Anasının bacısının ayağına verib əzdirirdi məni. Bir neçə il nişanlı qaldıq. Bu müddət ərzində çox əziyyət çəkdim. Ailələrimiz arasında da dava olurdu. Qaçırtdı, toyumuz oldu. Hər şey düzəlmişdi ki, yenidən incidirdi, mənə əl qaldırırdı. Anası bacısı da əziyyət verirdi və məni döyürdülər. Bir günahım yoxkən atamı və anamı çağırıb məni danlayırdılar. 1 il 6 ay o evdə qaldım. Sonra heç kəs bilmədi, çıxdım evdən. Onları şikayət etdim. Özüm isə müvəqqəti sığınacağa yerləşdirildim. Atam gəlib məni evimizə apardı. Atam çox pis olmuşdu, vicdan əzabı çəkirdi. Mən özümü təhsilə verdim. Zamansız xalam dünyasını dəyişdi. Anam ora getdi. Bir müddətdən sonra xalam oğlu ilə birlikdə gəldilər. Biz uşaqlıqdan xalam oğlu ilə bir-birimizi sevirdik, məktub yazırdı. Mən Bakıya şikayətə gedəndə anasına tək olduğumu, qorxduğumu deyib, yanıma gəlmək istəyib. Xalam qoymayıb, sən demə 3 il məni gözləyib, evlənməyib. Gəlib atamdan istədi məni. Atam qərarı mənə buraxdı. Özü mənə səni hələ də sevirəm dedi. Əlini uzatdı, əlini tutub hə dedim. İndi çox xoşbəxtik. 1 il 8 aydır ki evliyik və bir övladımız var. Qadınlara sözüm budur ki, xoşbəxt olmadığınız yerdə qalmayın. Mən atamı və anamı da bağışladım.